Cəlilabad rayonunda abadlıq işləri aparılarkən qədim dövrə aid maddi mədəniyyət nümunələri aşkarlanıb. Bu nümunələri rayon ərazisində Narbağı adlanan sahədə parkın salınması ilə bağlı işlər aparılarkən üzə çıxıb. Belə ki, ərazidə aparılan qazıntılar zamanı qədim dövrə aid 4 ədəd təsərrüfat küpü və digər maddi mədəniyyət nümunələri tapılıb. Tapıntılarla bağlı Arxeologiya və Etnografiya İnstitutunun arxeoloqu Vəfa Mahmudova əraziyə ezam olunub və burada tədqiqat işlərinə başlanılıb. Əraziyə baxış keçirtdik, gördük ki, böyük artefaktların qalıqları var. Bizə Arxeologiya və Antropologiya İnstitutunun rəhbərliyi bizə tapşırıq verdi. Biz bu ərazidə xilasetmə bərpa işlərinə başladıq. 2 günlük apardığımız xilasetmə bərpa işləri zamanı gördüyünüz bu 2 dənə küp qəbir, həmən küp qəbri müşayiət edən, axirət dünyasından inam üçün müşayiət edən saxsı qablar, bundan başqa müxtəlif dövrlərə əks etdirən saxsı qırıqları, obsidian qalıqları bir neçə dənə, çaxmaq daşı qalıqları bir neçə dənə və eyni zamanda müxtəlif dövrlərə aid bir neçə artefakta əldə etmişik. Bu göstərir ki, bu ərazidə çox böyük bir nekropol var. Düzdür, biz hələ bunun dövrü haqqında dəqiq məlumat verə bilmirik. Qeyd edək ki, ilkin mülahizələrə görə tapıntıların eramızdan əvvəl 1-ci əsr ilə eramızın 1-ci əsr arasında olan dövrə aid ola biləcəyi ehtimal olunur. Tapıntıların dəqiq tarixi isə aparılacaq arxeoloji tədqiqatlar və analizlərdən sonra bəlli olacaq. İlkin Rzayev, Rövşən Almazoğlu, APA TV, Cəlilabad.